Meşə səssiz və sarı idi. Həm də qırmızı, həm də narıncı. Ara bir yaşıl, çoxlu qəhvəyi. Kirpi balası İpəkçə yuvadan ayağını bayıra atdı və payıza düşdü. Ağzını açıb yumru burnunu yuxarı qaldırdı. Meşə xəstələnib, rəngi saralıb, hərarəti düşüb, günəşi zəifləyib, dumanı çoxalıb. Ana, ay ana, tez gəl, meşə xəstələnib. Anası İpəkçəni eşitmədi. O həyəcanla hər tərəfə baxdı, öz-özünə dedi. Doğrudan da meşə xəstələnib, bir nəsə etmək lazımdır. Kirpi balası İpəkçə dostu Dovşanı çağırdı. Dovşan, ay dovşan, tez gəl, meşə xəstələnib. Yaxınlıqdakı kol tərpəndi, içindən 2 qulaq göründü. Sonra ağappaq bir dovşan çıxdı. Meşə xəstələnib? Necə yəni xəstələnib? Hə, xəstələnib. Yəni ki, rəngi saralıb. Düzdür, rəngi saralıb. Ey meşə, haran ağrıyır? Meşə danışmadı. Görürsən, danışmır. Vəziyyəti pisdir. Bildim, gəl qışqıraq. Həkim, həkim, ay həkim. Nə həkim, hansı həkim? Niyə qoymursunuz yataq? Niyə qoymursunuz yataq? Dostum, mən çovuşdan çıxdım. Gördüm ki, meşə xəstələnib. Rəngi saralır, hərarəti düşür, dumanı artır. Doğrudur, xəstələnib, amma həkim sizə eşitməz. Yox, eşitməz. Neyləyək, gəlin çıxaq təpəyə, orada möhkəm qışqıraq, səsimizi eşidib köməyə gələn olar ardınca. Xəstələnib. Meşəmiz rəngi olur sapsarı, qopub bir-bir tökülür, meşənin yarpaqları. La la lo, la la lo, tez həkimə. La la lo, la la lo, tez həkimə. Deyin halı yamandır, günəşin solub onun. Deyin halı yamandır, günəşin solub onun. Dörd tərəfi dumandır, dörd tərəfi dumandır, dörd tərəfi dumandır. Tez həkimə, tez həkimə. Dələ Dovşan Kirpi birlikdə gəlib bir təpəyə çatdılar. Var gücləri ilə qışqırdılar. Həkim! Ay həkim! Eşidirsən? Meşə xəstələnib! Səsə heyvanlar yığışır. Onların içindən göyərçin önə çıxıb deyir. Mən gedirəm həkimi çağırmağa. Mən anladım. Gəlin məktub yazaq. Göyərçinin qanadına baxmayaq. Hörmətli həkim, biz meşədə yaşayarıq. Bugün mən çovuşdan çıxdım və gördüm ki, meşə xəstələnib, yarpaqları saralır, günəşi zəifləyir, dumanı çoxalır, küləyi artır, hərarəti düşür. Tez gəlin, meşəmizi sağaldır. Hörmətlə meşədəkilər adından İpəkçə. Yolun uğurlu olsun. Uçuşun sürətli olsun. Tez qayıt, göyərçin. Heç kəs yuvasına getmədi. Hamı təpənin üstündə oturub göyərçini gözləməyə başladı. Nə yaxşı ki, İpəkçə meşənin xəstələndiyi tez görüm. Yoxsa onu xilas etmək çətin olardı. Məncə də baxın, getdikcə duman çoxalır. Vay!
Qəfildən buludların yanından bir ləkə peyda oldu. O getdikcə böyüdü. Birdən İpəkçə qışqırdı. Ora baxın. Gəlin, dovşan, ora baxın. Bu göyərçindir, geri qayıdı. Amma o təkdir, həkim yoxdur yanında. Həkimdən sizə məktub gətirmişəm. Salam əziz meşədəkilər, əziz İpəkçə. Sevimli meşəmizin qarşısına qaldığın üçün çox sağ ol. Sənə şad xəbər verib, meşəmiz sağlamdır, xəstələnməyib. Sadəcə payız fəslinə qədəm qoyub sən də ayağını çoğuşdan bayıra atıb payıza düşmüsən. Yəqin bu sənin və dostlarının həyatda gördüyünüz ilk payızdır. Payızda işə meşənin yarpaqları saralır, günəşi zəifləyir, dumanı çoxalır, küləyi artır və hərarəti düşür. Sizə sonsuz sevgilərlə həkim. Uşaqlar, meşə xəstələnməyib, sadəcə indi payız fəslidir. Meşəmizin sadiq və fədakar dostları, mənə görə narahat olmusunuz, çox sağ olun. Amma mən xəstələnməmişəm. Məgər bilmirsiniz ki, təbiət mənə bir ildə 4 libas geyinir, rəngimin saralması, yarpağımın qopub yerə düşməsi, günəşin itib, gömbul buludların göy üzündə toqquşması təbiət hadisələridir. Qızıl payızın gəlişindən xəbər verir. Gəlir səhər, gedir duman, göylər qalır buludlara. Sanki günəş öz nurundan don biçibdir palıqlara. Cığırlardan mahnı gülüş, əksilməyir nə zamandır. Mehrak qızıl, göylər gümüş, sanki çayda buyurdandır. Yeyilməzdir səhər, ya çöllərin rüətlidir, dağdan axan şəlalələr qucağında zər gətirir. Düzlər axar baxarlıdır, ağ cığırlar çıxır bu yola. Gör təbiət nə varlıdır, qızıl səpir sağa, sola. Uçur quşlar qatar, hərə gedir öz yerinə. Maşın keçir zər yarpaqlar, göyə qalxır toz yerinə. Axşam sakit çağında alov tutub çöldüzü, palıqların qucağında gecələyib günəş ölür.